Bizim məzhəb ki, bu qədər əhl-i beytdən danışır, deyirlər ki, siz bir qədər çox şişirdirsiniz məsələni filan. Təkidin səbəbi budur ki, gəlib Əlinin vilayətini qəbul eləməyənəcən insanın Allaha bəndə olması sabitdir, bilinmir. Allahın vəlisinin qabağında təvazökarlıq eləyəndə bilinir. Çünki bu səndəndir, sənin kimi insandır. İnsanda təkəbbür burada baş qaldırır. Mənim kimidir. O təkəbbür burada baş qaldırır. Bəndəlik burada imtihan olunur. Burada sınağa çəkilir. Ziyarət Aşura oxu deyir, dinən İmam Hüseynə, bi əbi əntə və ummi, atam, anam sənə fəda olsun, özün kimi bir insana. Düzdür, səndən dərəcə baxımından yüksəkdir, amma maddə baxımından sənin kimi insandır. Burada bilinir ki, sən Allahın vəlisinə itayətlə bildirirsən ki, mən Allahın qabağında təvazökarlığımı göstərirəm. Burada imtihana çəkilir bu. Qəbrin ziyarəti də budur. Qəbri ziyarət edirsən, daşı öpürsən deyib bütpərəstsən. Amma diqqətlə baxanda görürsən ki, o daşı öpməkdə o qəbrin sahibinə hörmət var. Qəbrin sahibi də niyə hörmətə layiqdir? Çünki Allahın vəlisidir. Allahın xoşuna gəlir ki, mən sənin dostluğun qəbrinin daşını da öpürəm. Bu Allaha şərik qoşmaqdır. Bu Allaha bəndəliyi göstərməkdir. Bu ilə Allaha bəndəliyi bəlli olur. Ki, mən o qədər sənin müqabilində təvazökaram ki, sənin dostluğun qəbrinin daşına da təzim eləyirəm, hörmət eləyirəm. Mən demirəm, bu daş Allahdır, nəuzubillah. Mən bilirəm ki, bu Allah vəlisinin qəbridir. O qəbri olduğuna görə Allaha hörmətimi hətta daşı öpməklə də bildirirəm. Allahın niyə xoşu gəlir? Çünki bu təvazökarlığın əlamətidir. İnsan Allahın müqabilində təvazökarlıq eləyir. Niyə Allah birbaşa özünə demir, deyir, gedin təvəssüllə, Peyğəmbərin vasitəsilə mənim qapıma gəlin, çünki Allah insanı tanıyır, bilir ki, içində olan o xəbisliklər burada biruzə verəcək. Bu müşkülünü həll eləməyincə, o Allaha bəndədir. Gərək getsin xanım Fatimə Zəhranın qapısında diyansın, Əleyhisselamın qapısında diyansın, İmam Zamanın qapısında diyansın. Ruhunun çirki pası onda tökülür, onda bəlli olur. Hələ ondan da oyana gəlmək olar. İnsanların bir-birinin müqabilində təvazökarlıq eləməməsinin kökündə Allaha təkəbbür dayanır. Müminin qabağında təvazökarlıq eləməməyinin kökündə Allaha təkəbbür dayanır. Sözümün nəticəsini deyib sözümü tamamlayıram. Niyə görə Allah Əhl-i Beytə, öz vəlilərinə itayəti vacib buyurub? Çünki yaradılışın fəlsəfəsi bir şeydir ki, Allah istəyir ki, bəndə təkəbbürünü qırsın onun qabağında. Təkəbbürdən azad olsun. Və təkəbbürdən azad olmağının ən gözəl yolu Allahın vəlisinə itayətdir. Görmüsünüz, bəzi özündən razı alim adamlar var, hərdən qabağımıza çıxır. Bəzi adamlar biraz kitab oxuyanda tez özlərindən razı olurlar. Mən çox neçə dəfə görmüşəm, bir qüvvə var, deyir. O qüvvə var, yaradıb aləmi. Onu da qəbul edirik. Amma həmin insan gəlir, şəriəti qəbul eləməkdə çətinlik çəkir. Peyğəmbərə çatanda deyir, dahi adam idi. Amma da Peyğəmbər deyən kimi gedə dəstəmaz ala, üzü qibliyə deyənə namaz qıla, buna çətinlik çəkir. Peyğəmbərin Əhl-i Beytin qabağında itayət eləyə bilmir və bəndəliyinin naqisliyi orada zahir olur, orada üzə çıxır. Ona görə Əleyhisselam buyurur ki, ənə səlatul müminin, mən möminlərin namazıyam. Çünki namazın arxasında olan fəlsəfə təkəbbürü qırmaqdırsa, təkəbbürü qırmağın birinci əlaməti budur ki, vəlinin qabağında təslim olasan. Allahın vəlisinin. Ona görə buyurur, namazın da batini mənəm, orucun da batini mənəm, ənə səlatul müminin, mən möminlərin namazıyam. Namazın arxasında nə dayanır? Alnını torpağa qoyub, içində olan təkəbbürü qırmaqdırsa, o təkəbbürün kökünü ürəkdən çıxardan nədir? Vəlinin vilayətini qəbul eləmək. Bu bəlkə sizə başa düşmək çətin gəlir, çünki siz saf adamlarsınız. Siz təmiz adamlarsınız. Sizə sadə gəlir ki, burada nə var ki, adam elə imama itayət eləyər. Saf adam, çirkin adamın halətindən xəbərdar olmur.
Amma Allah Quranda bunu vurğulayır ki, qardaş, bu dərd elə bundadır ki, bunların içində olan mərəz var, qoymur özü kimisinə itaət. Ümumiyyətlə, insan insana itaət eləyəndə Allaha görə orada bilinir ki, bunun Allaha bəndəliyi nə qədərdir. Belə Allaha itaətdən danışab, Allaha təzim eləyə o qədər də əhəmiyyəti yoxdur. Ona görə Musa aleyhissalam bir yerdən keçir, görür bir nəfər dua eləyir, qayıdır, görür dua eləyir. Deyir, ilahi, bu nə qədər dua eləyir, bunun duasını niyə qəbul eləmirsən? Axı, bu da öldü dua eləməkdən. Allah buyurur ki, 100 ildə ölənəcən, dünya durduqca dua eləsə qəbul eləmərəm. Çünki səni qoyub özü gəlmək istəyir mənə tərəf. Çünki bu bəndəliyin həqiqətini başa düşməyib. Bu səni ötüb kənardan özü gəlmək istəyir. Bunun ürəyində təkəbbür var, qoymur sənə itaət eləməyə. Ona görə hədis buyurur, kimin Nuhun ömrü qədər ömrü olsa, Nuhun ömrü qədər, ən uzun ömür Nuhun ömrüdür. Bu ömrün bütün gündüzlərini səhərdən axşama oruç tutsa, gecələrini gecədən səhərəcən ibadətdə keçirtsə, hər il həccə getsə piyada, həcc əməli yerinə yetirərkən Səfa ilə Mərva arasında məzlumcasına öldürülsə, Əlinin vilayətini qəbul eləməsə cənnətin iyini də hiss eləməz. Çünki boş get-gəldir. Bəndəliyin həqiqətini başa düşməyəndən sonra içində bunun təkəbbür varsa, bu nə qədər ibadət eləyir, onun faydası yoxdur. Və burada bəzən sual verirlər, belə çıxır ki, onda şiələrdən başqa hamı cəhənnəmlidir. Xeyr, bu o adamlara aiddir ki, inatkarlıq eləyirlər haqqın qabağında. Biri var xəbərsizdir, bilmir, eşitməyib, çatdıran olmayıb. Biri də var, yox, haqqın qarşısında inatkarlıq eləyir. Ona görə buyurur ki, Əlinin məhəbbəti elə bir oddur ki, bütün günahları yandırar. Yəni, mənəmçilik ürəkdən çıxar, ondan sonra da insan günah eləməz. Bundan artıq bu mövzu haqda danışmaq istəmirəm. Hər halda mənə elə gəlir ki, bir qədər də olsa, çox dərin mövzu da olsa, mən bu vaxt məhdudiyyətində nə qədər də olsa bir qədər